Bir də gözümü yum. Gündüz, bilirsən ki, mən belə zarafatlardan xoşum gəlmir. Nə zarafatı? Yadıma gəlir, telefonda mənə qızıl üzüyü göstərirdi, nə tez-tez. Yadımda da deyəndə ki, elə indi ona baxıram. Ay, sağ ol. Ona görə də bir də gözümü yum. Demək ki, mənim ağlımda olan hədiyyəni mən almışam. Ayıb olar ki. Gündüz, bilsəm ki, boşu-boşuna gözlərimi yummamışam, bundan sonra sənin bütün səhvlərinə göz yumacam. Gözü yumulu olanda çox danışırsan, Bir də gözü aç. Bax, bildim. Bildim ki, xoşbəxtlikdən ayağa duracaqsan. Gündüz, dolamısan məni? Niyə? Həmişə mənə qızıl üzüyü göstərmirdin telefonda. Mən də ürəyim pis oldu. Şəkili çıxardıb gətirdim ki, hər dəfə telefonla megabayt işlətməyəsən də. Gündüz, sən bilirsən bu şəkli neynə? Bir dəqiqə deyəm. Çox-çox üzü istəyirəm deməmiş, cümləvi davam eləmə. Mən də bir yaxdan sizi axtarıram. Müdür hamımızı çağırır. Neysə Gündüz, sən nə sonra danışalım. Nə oldu? Yenə nə oldu qızın xətrinə dəydi? Yadıma gəlir mənə, deyirdim, tez-tez qızıl üzüyü göstərir. Sən də dedin, ged onun şəklini çək, ver ona. Hə, deyirdi. Hə, elədim də. İkisi getdi. Ay, dəli olmuşsan, sən başın xarabdır. Ay, qunduz olub yerə girmişsən, sən. Bu nə şəkildə? Neyini mən əlimlə çəkirdim? Ay, bunu sivitini çəkdirərdi. Qızın da xoşuna gələrdi, bilərdi. Ağ qızıldı, yoxsa sarı qızıldı. Nə fərqi var səndəki? Ay, bax, yenə kasıblığı bildirirsən. Ay, sən onu heç bilirsən ki, ağ qızıl sarı qızıldan bahadır. Yaxşıdır, ağ qızıl, sarı qızıldan bahadır. Amma yox, indi qızılın qiyməti bilsən neçədir? Bilirəm də necə, sən bilirsən ki, ağ qızıl yarı qiymətə bahadır. Səndən adam olmayacaq. Gəl görmə, vay. Gəl, müdür çağırır.